Günahın böyük olmasının əlamətlərindən biri də günahın bilinen böyük bir günahla eyni olduğunu bildirilməsidir. Yəni, Peyğəmbər sallam tərəfindən tanınan, bilinen, məşhur böyük bir günahın deməli, yəni məhz hansısa bir günahın bilinen, tanınan, məşhur böyük bir günaha bənzədilməsi həmin günahın böyük olmasının dəlili və sübutudur. Sabit İbn Dəhhak, Allah ondan razı olsun, buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə demiştir: Möminə, Allaha iman etmiş bir bəndəyə lənət oxumaq, lənət etmək, lənət yağdırmaq onu öldürmək kimidir. Kim bir möminə kafir deyərsə, onu öldürmüş kimi olar. Yəni, biz bilirik ki, şəriətdə, dində adam öldürmək böyük günahlardan biridir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu hədisdə möminə lənət etməyi onu öldürməyə bənzədib. Demək, bir günahı başqa böyük bir günaha bənzədib. Bu o deməkdir ki, həmin günah böyük günahdır. Yəni, müsəlman bir bəndə, Allaha iman edən bir bəndə, qəlbində sülh olan, mehribanlıq olan, Allaha bağlılıq olan bir bəndə heç vaxt, heç bir zaman Allahdan qorxaraq kiməsə lənət etməz. Lənət etməz. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurub ki, möminə lənət etmək onu öldürmək deməkdir. Kim bir möminə kafir deyərsə, onu öldürmüş kimi olar. Bu hədisdə çox faydalar vardır, əziz müsəlmanlar. Bugün bir çox özlərini müsəlman adlandıran insanlar vardır ki, əlbəttə biz hamımız onları, yəni müsəlman görürük, müsəlman bilirik. Lakin bu cür zəif müsəlmanlar səhabələrə dil uzadırlar. Allah qorusun. Möminlərə, müsəlmanlara dil uzadırlar. Allah qorusun. Yəni, həqiqətən də onlar lənət oxuyurlar. Amma düşünmürlər ki, bununla onlar böyük günaha girirlər. Allah bizi qorusun bu cür böyük günahlardan. Böyük günahın əlamətlərindən biri də günah işləyənin yerin dibinə keçirilməsinin xəbər verilməsidir. Yəni, Peyğəmbər sallallahu tərəfindən xəbər verilir ki, kim bu günahı işləyərsə, o yerin dibinə keçiriləcəkdir. Bu da böyük günahlardan, bu da böyük günah deməkdir. Böyük günahların əlamətlərindən biridir. Yerin dibinə keçirilmək. İbn Ömər, Abdullah İbn Ömər, Allah hər ikisindən razı olsun. Yəni, həm Ömərdən, həm də oğlu Abdullahdan. Peyğəmbər sallallahu aleyhi ve sellemin belə dediyini xəbər vermişdir. Sizdən əvvəlki ümmətlərdən birində bir adam özünü böyük tutaraq, kibirlənərək, paltarını yerdə sürüyürdü. Sonra o yerin dibinə gömüldü. Yəni, sonra o yerin dibinə keçirildi. Allah qorusun. Həmin şəxs qiyamətə qədər deməli yerin dibində eşələnərək boylanmağa davam edəcək. Allah qorusun. Buxari Libas bölümündə bu hədis rəvayət etmişdir. Demək, Peyğəmbər sallam xəbər verib ki, sizdən əvvəlki ümmətlərdən birində bir adam özünü böyük tutaraq, yəni başqalarından fərqləndirmək üçün özünü, paltarlarını yerdə sürüyürdü və buna görə də o yerin dibinə keçirildi. Həmin şəxs qiyamətə qədər eşələnərək yerin dibini
deməli Allah qorusun yerin dibində eşələnir də, yəni çıxmaq üçün can atır. Və orada bu cür halda davam edəcəkdir qiyamətə qədər. Ya Rabbi, sənə sığınırıq, ya Rabbi. Özümüzü böyük tutmaqdan sənə sığınırıq, ya Rabbi. Ya Rabbi, sənə sığınırıq özümüzü böyük tutmaqdan. Günah işləyənin halının soruşulmamasının əmr edildiyi günahlar. Bu nə deməkdir? Məsələn, Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, cəhənnəmliklər haqqında heç də soruşma. Bəqərə surəsi 119-cu ayədə. Həmin ayənin oxunuşunda iki fərqli qiraət vardır. Cümhur alimlərin oxuduğu və məşhur olan qiraətə görə məna belə çıxır ki, ey Muhammed sallallahu əleyhi və səlləm, sən cəhənnəmliklərdən ötürü məsuliyyətli deyilsən. Ancaq burada qeyd etdiyimiz sözdə isə, burada qeyd etdiyimiz məna isə bu cürdür ki, yəni cəhənnəmliklər haqqında heç nə soruşma. Çünki bu çünkisini biz özümüz əlavə edirik. Buxari özür istəyirəm. Çünki onların halını soruşan başlarına gələn əzabı eşitməyə belə dözə bilməzlər. Yəni ki, əgər cəhənnəmliklərin halını soruşsan və Allah Subhanahu taala onların halı barədə xəbər versə, bəyan eləsə, onda heç kim dözə bilməz. Heç kim dözə bilməz. Böyük günahların əlamətlərindən biri də Allah Subhanahu taalanın günah işləyənin düşməni olacağını xəbər verilməsidir, ifadə etməsidir. Əbu Hüreyrə, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Allah Taala belə buyurdu: mən qiyamət günü bu üç qrup insanın düşmanıyam. Mən qiyamət günü bu üç qrup insanın düşməniyəm. Mənim adıma and içdikdən sonra sözündən qaçan insan. Allaha and içib, sonra sözündən qaçan insan. Allah korusun. Subhanallah. Azad bir insanı kölə adı ilə satıb pulunu yeyən insan. Allah korusun. Subhanallah. Pulla müəyyən məbləğ verməklə bir işçi tutub işini gördürən, sonra da həmin işçinin pulunu, ücrətini verməyən insan. Demək, Allah Subhanahu wa Taala buyurur ki, mən qiyamət günündə bu üç qrup insanın düşməniyəm. Üç qrup insanın düşməniyəm. Bir, Allah Subhanahu Taala buyurur ki, mənim adıma and içdikdən sonra sözündən qaçan insan. Hür, azad bir insanı kölə adı ilə satıb pulunu yeyən insan. Müəyyən məbləğ həcmində bir işçi tutub işini gördürən, sonra da həmin işçinin məbləğini, pulunu, zəhmət haqqını verməyən insan. Allah qorusun. Allah qorusun. Günah işləyənin cənnətin ətrini almayacağının xəbər verilməsi həmin günahın böyük günah olmasının sübutudur, dəlilidir. Kim Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurdu. Bunu qeyd elədim, üzr istəyirəm. İnşallah burada bir xəta oldu. Üzr istəyirəm.
Kim Allahın razılığını əldə etmək üçün öyrəniləcək bir elmi sadəcə dünyalığa sahib olmaq üçün öyrənərsə, o kimsə qiyamət günündə cənnətin ətrini belə ala bilməz. Allaha sığınırıq. Kim Allahın razılığını əldə etmək üçün öyrəniləcək bir elmi sadəcə dünyalığa sahib olmaq üçün öyrənərsə, o adam, o insan qiyamət günündə cənnətin ətrini belə ala bilməz. Allaha sığınırıq. İnşallah bununla kifayətlənirik. Çünki belə qısa-qısa daha gözəldir ki, yəni həm sizi yormayın, həmçinin də Allah subhanahu wa ta'ala bu dərsimizi bizə faydalı etsin. Amin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.